Aid sınaq üçün izahına başlayırıq. Deməli, birinci sual. Qış gün dönümü üçün səciyyəvidir. Əvvəlcə qış gün dönümünün nə olduğuna baxaq. Deməli, yuxarıdakı yay gün dönümüdür. Aşağıdakı şəkildə isə qış gün dönümü təsvir edilib. Qış gün dönümü zamanı cənub yarımkürəsi günəşə tərəf çevrilir. Günəş şüaları cənub yarımkürəsini daha çox işıqlandırır. Şimal yarımkürəsini isə az işıqlandırır. Səbəb də cənub yarımkürəsinin günəşə tərəf daha çox çevrilməsidir. Və bu zaman günəş 23.5 dərəcə 23.5 dərəcə cənub enliyində zenitdə olur. Və şimalda qış fəsli, cənubda isə yay fəsli olur. Burada da qeyd edilib. Və şimal qütb dairəsindən şimala, yəni şimal qütbünə qədər, bura kimi şimal qütbünə qədər qütb gecələri müşahidə olunur. Əksinə cənubda isə günəşə tərəf çevrildiyi üçün deməli qütb gündüzləri müşahidə edilir. Sualda bizdən qış gün dönümü üçün səciyyəvi xüsusiyyətləri soruşur. Şimal qütb dairəsində qütb gecəsi olur. Bəli, şimal qütb dairəsində qütb gecəsi olur. Bu doğrudur. Çünki cənubda günəş zenitdə olur. Cənub yarımkürəsində 23.5 dərəcə cənub enliyində. Bu doğru fikir. 66.5 dərəcə cənubində qütb gecəsi olur. Xeyr, dedik ki, qütb gündüzü olur. Şimal tropik xəttinə günorta vaxtı günəş şüaları 43 dərəcə düşür. Deməli, bunun hesablama qaydası necə idi? 90 dərəcə çıxılsın şimal tropik xətti 23.5 və bir də çıxılsın həmin günəşin zenitdə olduğu enli cənubda olduğu üçün çıxırıq onu və cavab 43 olduğunu görürük. Bərabərdir 43. Deməli, bu da düz fikirdir. Bunu da düz kimi götürürük. Daha sonra cənub yarımkürəsində yay fəsli başlayır. Bəli, bu da doğrudur. Cənub yarımkürəsində yay fəsli başlayır. 40 dərəcə şimal enliyində yay fəsli müşahidə olunur. Xeyr, 40 dərəcədə biz özümüz yerləşirik. 22 dekabrda bizdə nə olur? Yay olmur, qış olur. 40 dərəcə cənub enliyində qış fəsli başlayır. Xeyr, yay fəsli olur. Deməli, sualımızın doğru cavabı nə olacaq burada? Dedik ki, A doğrudur. Sonra C doğrudur və D doğrudur. A, C, D. Sualın doğru cavabı C variantı. Soruşur ki, 6-cı saat qurşağının orta meridianına aid olan xüsusiyyətlər. Biz əvvəldə 6-cı saat qurşağının orta meridianının neçə olduğunu tapaq. Necə eləyirdik? 6-nı vururduq 15-ə və 90 dərəcə şərq uzunluğu olduğunu öyrəndik. Daha sonra ən uzun meridiandır. Belə bir fikir yoxdur. Bütün meridianlar bərabərdir. 90 dərəcə qərb uzunluğunda yerləşir. Xeyr, şərq uzunluğunda yerləşir. Bakı şəhəri ilə arasında yerli vaxt fərqi 2 saat 40 dəqiqədir. Bakı şəhəri ilə arasında yerli vaxt 2 saat 40 dəqiqədir. Deməli, Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Bu da yerləşir, dedik, 90 dərəcə şərq uzunluğunda. Aralarında 40 dərəcə var. 40 dərəcəni də biz dəqiqəyə çevirmək üçün vururuq 4-ə. Və 160 dəqiqə eləyir. 160 dəqiqədə bilirik ki, 2 saat 40 dəqiqə eləyir. Deməli, bu fikir doğrudur. Bunu doğru götürürük. Doğru. 90 dərəcə şərq uzunluğuna uyğun alır. Bəli. Ekvator xəttinə paraleldir. Heç bir meridian ekvator xəttinə paralel ola bilməz. Perpendikulyar olur. Səhvdir. Üzərində yerləşən bütün məntəqələrdə yerli vaxt eynidir. Ümumiyyətcə, bütün meridianlar üzərində, yəni həmin meridian üzərində istənilən X meridianı üzərində nə qədər məntəqə varsa, yerli vaxt onlarda eynidir. Deməli, bu da doğru götürürük. Sualın cavabı olur 3, 4, 6 A variantı. 22 iyunda kölgənin uzunluğunun daha qısa olduğu məntəqəni müəyyən eləyək. 22 iyunda günəş dedik ki, şimal yarımkürəsində zenitdə olur. 23.5 dərəcə şimal enliyində zenitdə olur, təxmini bu istiqamətdə və buna əsasən kölgənin uzunluğu harda qısa olar? Əlbəttə ki, şimal tropikinin üzərində və yaxud ona çox yaxın bir ərazidə. Burada da görsənir ki, 1 ilə 3 şimal tropikinə deməli, hətta deyərdik ki, şimal tropikin kəsdiyi bir ərazidir. 1, 3.
Cənub yarımkürəsində yerləşən və şimala meyilliyi 16 dərəcə olan yamaca 22 iyunda günəş şüalarının düşmə bucağı. 22 iyun yuxarıdakı xəritdə göstərək yenə. Günəş şüaları şimal tropik xətt üzərində zenitdə olur dedik. Burada. Və bu zaman cənub yarımkürəsində yerləşən və şimala meyilliyi 16 dərəcə olan yamaca 22 iyunda günəş şüalarının düşmə bucağı bu qədərdir. 42.1. Deməli, meyilliyi şimala olduğu üçün, yəni günəş tərəf olduğu üçün hələ böyük bucaq altında düşüb 42.5. Ona görə biz həmin enliyin özünə neçə dərəcə bucaq altında düşdüyünü tapmaq üçün 42.5-dən çıxırıq 16-nı, bu da eləyəcək 26.5. Deməli bu hər hansı enlikdirsə, coğrafi enlik, ora 26.5 dərəcə bucaq altında düşür. 26.5 dərəcə bucaq altında düşür. Biz də tapaq ki, bu hansı enlikdir? Bura günəş şüaları 26.5 dərəcə düşür 22 iyun tarixində. Deməli, məntəqə şimaldadır. Daha doğrusu günəş şimaldadır, məntəqə cənubda. Ona görə 90 dərəcə çıxılsın, zenitdə olduğu enlik 23.5 və bir də çıxılsın həmin deməli bir də çıxılsın həmin bucaq 26.5. Bu da bərabər olacaq 26.5 yox, həmin enliyi bilmirik axı neçədir. Həm enliyi çıxırdıq da, biz 90 dərəcədən çıxırdıq zenitdə olan enliyi və həmin enliyi axtarılan enliyi onu bilmirik. X bərabər olur nəyə deyir? 26.5-ə tapdıq. Buna buradan da x-i tapmalıyıq ki, neçə dərəcədir. Və x-i buradan 40-a bərabər olduğunu tapırıq adi riyaziyyat qaydası ilə. Və bu 40 dərəcə burada cavabda şimal enliyi də verib, cənub enliyi də. Biz nəyə götürəcəyik? Əlbəttə ki, məntəqə deyir cənub yarımkürəsindədir. Biz də cənub enliyini götürmüş oluruq. Doğru cavab D variantı. 5-ci sualda günəşin düşmə bucağı 15 dərəcə şimal enliyi və 5 dərəcə cənub enliklərində eyni olduğu vaxt günəşin zenitdə olduğu məntəqə ilə ekvator arasında deyir ki, günəş elə bir yerdə zenitdədir ki, 15 dərəcə şimal enliyinə də 5 dərəcə cənub enliyinə də eyni bucaq altında düşür. Burada təsvir eləyək. Bu 15 dərəcə şimal enliyi, bu ekvator xətti, bu da 5 dərəcə cənub enliyi. Günəş harda zenitdə olanda həmin məntəqədən, zenitdə olduğu məntəqədən 15 dərəcə şimal enliyinə də eyni məsafəsi olacaq, 5 dərəcə cənub enliyinə də eyni məsafəsi olacaq. Əlbəttə ki, 5 dərəcə şimal enliyində olanda günəş zenitdə 15 dərəcə şimal enliyə ya da 10 dərəcə məsafəsi olur. 5 dərəcə cənub enliyinə də buradan burada 10 dərəcədir. Buradan burada 10 dərəcə olduğuna görə biz tapırıq ki, 5 dərəcə şimal enliyində günəş zenitdədir. Daha sonra isə 5 deyir ki, eyni olduğu zaman günəşin zenitdə olduğu məntəqə, yəni 5 dərəcə şimal enliyi ilə ekvator arasında olan məsafə. Deməli, 5 dərəcə şimal enliyi ilə ekvatora qədər olan məsafə. 5 dərəcə şimal enliyi, bu da ekvator xətti. Meridian üzrə hesablayırıq. 5 dərəcə var. 5 dərəcəni də vururuq biz 111 kilometrə və cavabı 555 kilometr olduğunu müəyyən edirik. Yalnız bir işıqlanma qurşağında yerləşən ölkələr. Biz işıqlanma qurşaqlarını keçəndə demişdik ki, deməli, tropiklər arasında, tropik xəttləri arasında, deməli, tropik işıqlanma qurşağı, tropik xəttləri ilə qütb dairələri arasında mülayim işıqlanma qurşağı və qütb dairələri ilə qütbün özü arasında qütb işıqlanma qurşağı və yalnız bir işıqlanma qurşağı deyilsə, həmin ölkənin nə tropik xətti kəsməlidir, nə də qütb dairəsi kəsməlidir. Bu tropik xətti və qütb dairəsinin kəsmədiyi ölkələr bir işıqlanma qurşağında yerləşmiş olur. A bəndində Meksikanı götürmürük, çünki şimal tropik xətti kəsir. B variantında Misiri götürmürük, şimal tropik xətti kəsir. C variantında Çini götürmürük, şimal tropik xətti kəsir. Y variantında Liviyanı götürmürük, şimal tropik xətti kəsir. Doğru cavabımız olacaq. Deməli, Efiopiya, Almaniya və Türkiyə. Bunlar yalnız bir işıqlanma qurşağında yerləşmiş olur. 7-ci suala baxırıq. Bu da maraqlı sualdır. Bakı şəhərinə günəş şüaları düşmə bucağı 60 dərəcə olan zaman. İndi tapaq görək ki, Bakı şəhərinə günəş şüaları 60 dərəcə olanda
deməli, Günəş harda zenitdə olur? Deməli, 90 dərəcə düşdüyü məntəqə və bir dəqiqə. Deməli, 90 dərəcə çıxılsın Bakının coğrafi koordinatı 40 dərəcə və çıxılsın bilmirik hansı, daha doğrusu üstünə gələn olacaq. Çünki böyük bucaq altında düşürsə Günəş şimal yarımkürəsində olmuş olur. 23.5 və 60 dərəcə. Buradan tapmalıyıq ki, 20.5 yazdım bura. Yenə səhv elədim. Üstə gəl x bərabərdir. Bilmirik də hansı enlikdə zenitdədir. 60 dərəcə. Buradan tapmalıyıq ki, x nəyə bərabərdir? 90 çıxsın 40. 50, 50 isə neçə gələndə 60 eləyir. Deməli, Günəş 10 dərəcə şimal enliyində zenitdədir ki, Bakı şəhərinə deməli 60 dərəcə bucaq altında düşür. Bunu buradan da bilərik. Tropikdə zenitdə olanda, ekvatorda daha doğrusu zenitdə olanda 50 dərəcə bucaq altında düşürsə, 10 dərəcə şimal enliyində olmalıdır ki, 60 dərəcə bucaq altında düşsün. Daha sonra isə hansı enliklərdə Günəş şüaları bərabər bucaqallar düşər? Deməli, 10 dərəcə şimal enliyində zenitdə olanda hansı enliklərə bərabər bucaq altında düşər? Yəni 10 dərəcə şimal enliyindən həm şimala, həm cənuba verilən məsafələr arasında nə olmalıdır? Eyni bucaq olmalıdır. 10 dərəcə şimal enliyi qeyd edək, 10 dərəcə şimal enliyi. Buradan həm deməli şimaldakı enliyə, həm də cənubdakı enliyə eyni qədər məsafə olmalıdır. Bu variantları özünüz yoxlayarsınız. Mən bir dəfəlik deyirəm. Məsələn, o B variantıdır sualın cavabı. Ona uyğun deyirəm. 30 dərəcə cənub enliyi, bu şimalıdır, ekvator var arasında. 30 dərəcə cənub enliyi və 50 dərəcə şimal enliyi. Bunlar arasında, yəni bu Günəş burada zenitdə olanda bunlara eyni bucaq altına düşər. Niyə? Çünki 10 dərəcədən 50-yə qədər də, şimal enliyinə qədər də 10 dərəcə var. 10 dərəcə cənub enliyi, şimal enliyindən 30 dərəcə cənub enliyinə qədər də 40 dərəcə məsafə var. Qısaca Günəş hansı enlikdə zenitdədirsə, ondan eyni məsafədə bucaq məsafəsində olan ərazilərə eyni bucaq altında düşər. Belə deyək də. Günəş düz 90 dərəcə bura düşürsə, buradan bu hissə əgər bundan 30 dərəcə fərqlidirsə, deməli 90 çıxsın 30, 60 dərəcə. Burada eyni 30 dərəcə fərq varsa, burada 60 dərəcə bucaq altına düşəcək. Yəni verilən zenitdə olduğu enlikdən eyni məsafədə dərəcə fərqinə malik olmalıdır. 8-ci sualda çox maraqlı sualdır. Deyir, yerin xəyali orbit müstəvisinə 65 dərəcə meyilli olsaydı, Bakı şəhərinə qış gün dönümündə günəş şüaları neçə dərəcə bucaq altında düşərdi? Deməli, biz bilirik ki, yer öz orbit müstəvisinə 66.5 dərəcə meyillidir və tropik xəttləri bu zaman keçir neçədən 23.5. Yəni bunların ikisinin cəmi 90 dərəcəni verir. Əgər 65 dərəcə meyilli olsa, tropik xəttləri keçəcək neçədən 25 dərəcə şimal və cənub enliyindən. Deməli, bunların cəmi də 90 eləyəcək. Buna görə tapırıq. Deməli, deyir ki, bu zaman qış gün dönümü. Qış gün dönümündə günəş harda olacaq? Bu Bakı şəhəri 40, bu ekvator xətti və bu da olacaq 25 dərəcə cənub enliyi. Yəni o məsələnin şərtinə görə cənub enliyi 25 dərəcə cənub enliyidir. Və bu zaman Bakı şəhərinə günəş şüalarının düşmə bucağını tapırıq. Deməli, bura düşür 90 dərəcə. Buradan Bakı şəhərinə neçə dərəcə bucaq altında düşər? 90 dərəcə bura düşürsə, bundan 40-a kimi neçə dərəcə fərq var? 65 dərəcədə, yəni 40, o da 125. O da 25, 65. 90-dan da 65-i çıxırıq. 25. Yəni sualın doğru cavabı 25. 25 dərəcə bucaq altında düşəcək. Və yaxud da bunu düz türündən də qoyub yerinə yaza bilərik. Necə? 90 dərəcə çıxılsın, deməli, Bakının koordinatı, o da çıxılsın, günəşin zenitdə olduğu, cənub enliyi olduğu üçün çıxma yazırıq 25. Bu da elə 90 çıxsın 40, 50, 50-dən 25 dərəcə bucaq altında düşmüş olur. Günəşin deməli, vəziyyətinə əsasən, aşağıdakı vəziyyətinə əsasən düzgün olanları seçirik. Deməli, buradan görürük ki, cənub qütb dairəsi tamamilə tünd rəngdə verilir. Deməli, bu hansı tarixdir? 22 iyun tarixidir. Hardan bildik? Çünki şimal qütb dairəsində
Bu hissədə qütb gündüzləri, bu hissədə qütb gündüzləri, bu hissədə isə qütb gecələri müşahidə edilir. Deməli 22 iyun tarixində olduğun unutmayaq. 22 iyun tarixi, yəni yay gündönümü olduğunu unutmayaq. Sxemdəki vəziyyət onu deyir. Baş şəhərində cisimlərin kölgəsi ən uzundur. Ən uzun olmaz, çünki baş şəhərində yay fəslidir. Yay fəslində kölgə qışa nisbətən qısa olur. Bunu çıxırıq. Şimal qütb dairəsindən şimala qalan məntəqələrdə qütb gündüzləri olar. Elə buradan da görsənir ki, şimal qütb dairəsindən şimalda qalan hissələrdə, bu hissələrdə qütb gündüzləridir. Deməli, bunu doğru götürürük. Bakıda gecənin uzunluğu gündüzün uzunluğundan qısadır. Bəli, bu doğrudur. Çünki Bakıda yay fəslidirsə, gecələr qısalır, gündüzlər isə nə olur? Uzanır. Bunu da doğru götürürük. Deməli, hansılarını doğru götürdük? 2-ni doğru dedik. 2-ni doğru dedik. Sonra gecənin uzunluğu gündüzün uzunluğuna qısadır deyir. Bəli, doğru götürürük. Cənub qütb dairəsindən cənubda qalan ərazilərdə qütb gecələridir. Bəli, göründüyü kimi qütb gecələridir bu hissələrdə. Və baş şəhərində ən uzun gecə, xeyr, ən uzun gecə 22 dekabrda olur. Şimal və cənub yarımkürələri bərabər işıqlanır. Xeyr, bu da 21 mart, 23 sentyabr tarixlərində olur. Bu da doğru deyil. Deməli, hansılar doğru oldu? 2, 3, 4. Sualın doğru cavabı 2, 3, 4 olacaq. 2, 3, 4 Y variantı. 10-cu sualda 21 mart tarixində Ankara şəhərində günəş batan zaman cismin kölgəsi hansı istiqamətdə olar? Ümumiyyətlə bu şimal tropikindən şimallar üçün deyəcəm. Ora Bakı da aiddir. Digər şəhərlərdə, yəni şimal tropikindən şimalda qalan şəhərlər hamısı aiddir. Belə yadınızda saxlayırsınız. Deməli 21 mart tarixində günəş olur ekvator üzərində zenitdə. Ekvator xətti üzərində zenitdə olur 0 dərəcə. Ankara şəhəri isə şimal yarımkürəsində təxminən Azərbaycanla eyni enlikdə 40 dərəcə şimal enliyində yerləşir və 21 martda günəş burada olur, dedik ekvatorda. Ankara şəhərində günəş batan zaman cismin kölgəsi hansı istiqamətdə olur? Burada bir cisim var, tutaq ki bu cisim. Günəş buna çıxan zaman, şərqdə çıxır bilirsiniz bu istiqamətdə çıxan zaman bunun kölgəsi hara düşəcək? Şimal-qərbə. Sonra günorta vaxtı günəş bu istiqamətdə gəlir belə. Bunun kölgəsi düşür şimala və günəş batan zaman isə düşür deməli şimal hara? Şimal-şərq istiqamətinə. Doğrudan da Azərbaycan üçün də bu elədir. Bizdə yay vaxtı, ümumiyyətlə istənilən vaxtda biz şimalda qalırıq, şimal hissədə, yəni şimal tropikindən şimalda. Bizdə günəş çıxan zaman kölgə düşür şimal-qərbə, günorta vaxtı şimala və günün batan zaman isə düşür cənub-şərqə kölgə. Şimal-şərq. Sonra A və B məntəqələr arasında yerli vaxt fərqini müəyyən edin. Yerli vaxt fərqini tapmaq üçün biz bunların dərəcə fərqini çevirəcəyik nəyə? Dəqiqə fərqinə. A 25 dərəcə qərb uzunluğundadır, B 90 dərəcə şərq uzunluğunda. Bunlar arasında neçə dərəcə fərq var? Deməli 25 üstünə gəl 90 eləyəcək 115 dərəcə və 115 dərəcəni də biz çevirməliyik saat dəqiqəyə. Biz bilirik ki 1 saat 15 dərəcədir və 1 dərəcəmiz də 4 dəqiqədir. Bunlardan yola çıxaraq hesablayırıq ki bunlar arasında nə qədər deməli vaxt fərqi var. Deməli 100 hara getdi? 115 dərəcə eləyəcək 7 saat 40 dəqiqə.
Arasında günəşin il ərzində zenitdə olmadığı ölkələr, yəni şimal tropiki və cənub tropiki arasında yerləşməyən ölkələrdə günəş zenitdə olmur. Burada A variantında Misrə görə çıxırıq. Çünki Misir ərazisi tropik işıqlanma quşağına keçir. Həmçinin tropik işıqlanma quşağında günəş zenitdə olur. B variantında Avstraliyaya görə çıxırıq. C variantında Hindistana görə çıxırıq. D variantında Çinə görə çıxırıq və Y variantında heç birisini çıxmağa imkanımız olmur. Çünki Almaniya və Kanada mülayim işıqlanma quşağında, Kanada qütb işıqlanma quşağına da düşür. Adalar şimaldakı Kanada Arktik arxipelaqları düşə bilir. Deməli, 75 dərəcə qərb uzunluğu hansı saat quşağında? Orta meridianı soruşur daha doğrusu. Saat quşağının orta meridianını tapmaq. Biz də bilirik ki, orta meridianı tapmaq üçün verilən dərəcəni 15-ə bölürük. Şərq uzunluğu olanda cavab elə o olur. Yəni aldığımız rəqəm. Qərb uzunluğu olanda isə 24-dən çıxırıq. Yəni deyilənlərə görə 75 dərəcə qərb uzunluğu bölürük 15-ə. Bu eləyəcək. Deməli neçə? 4 dəfə 5 dəfə. 5 dəfə deməli bölünür tam. 5 dənə 5 25, 5 dənə 1 5, hə, 5 dəfə tam bölünür. Amma bu şərq uzunluğu olsaydı bunu elə cavab 5 götürərdik. Amma bu qərb uzunluğu olduğu üçün 24-dən də 5-i çıxırıq 19. Doğru cavab B bəndi. 14-cü sualda qütb ulduzunun görünmə bucağının daha böyük olduğu coğrafi enliyi. Biz də bilirik ki, qütb ulduzu ümumiyyətcə Cənub yarımkürəsində görsənmir, Cənub yarımkürəsində görsənmir. Şimal yarımkürəsində isə məsələn ekvatordan 1 dərəcə şimala getsək 1 dərəcədə görsənir, 40 dərəcə şimal enliyinə getsək 40 dərəcə görsənir, 50 dərəcə şimal enliyində 50 dərəcə bucaq altında görsənir. Buradan da ən böyük belə deyək də ən yüksək enliyi tapırıq. Cənub enliyi əlbəttə olmaz. Cənubda görsənmir dedik. Bu da cənubda götürmürük. 60 dərəcə şimal enliyi isə bu şimal enliklərinin içərisində ən yüksəkdir. Ona görə doğru cavab olacaq 60 dərəcə cənub enliyi. Deməli 150 dərəcə qərb uzunluğunda, yox şərq uzunluğunda, 150 dərəcə şərq uzunluğunda bu olsun 150 dərəcə şərq uzunluğu. Burada 10 noyabr və 12:00-dur. 12:00 və 135 dərəcə qərb uzunluğunda tarix və saatı müəyyən edək. Bu şərq uzunluğu olsa qərb uzunluğu bundan geridə olar. 135 dərəcə. Deməli, bunu aşağıdan yazaq görsənsin məsələ. Qısa balaca 135 dərəcə. Deməli, qərb uzunluğunda isə saatı və tarixi müəyyən etməliyik. Deməli, bunlar arasında 180 dərəcəli meridianı qeyd edək. 180 dərəcəli meridian. Bura kimi 30 dərəcə fərq var. Bura kimi isə neçə dərəcə fərq var? 130, 35, 45 dərəcə. Deməli, bunlar arasında 30 bura dedik, 45 də bura kimi. 75 dərəcə dərəcə fərqi var. 75 dərəcəni də biz zamana çevirəndə böləcəkdə, yəni 1 saat 15 dərəcədirsə, 75-i 15-ə vuranda deməli 5 saat fərq var. Burada 12:00 oldursa, bu irəlidə olan saatdır. İrəlidədir bura. Və 45 bundan 75 dərəcə geridə olan hissədə isə deməli 17:00 üzərinə gəlir qərbdə olsa. Çünki bundan 180 dərəcəli meridian boyu hesabladığımıza görə. Deməli 112 üstünə gəl 5, 17 və bir gün geri olacaq. Yəni 9 noyabr 17:00 olacaq. 9 noyabr 17:00 C variantı. Bunu bir də deyək, necə olur. Deməli, biri 150 dərəcə şərq uzunluğunda yerləşir. Digəri isə 135 dərəcə qərb uzunluğunda yerləşir. Biz bunlara 180 dərəcəli meridian boyu baxırıq. Burada saat 12:00 oldursa, burada saat məlum məsələdir, geridir. Amma bura 135 geridir. Nə qədər geridir? Bunlar arasında dərəcə fərqinə baxırıq. Burada 45 dedik, burada 30 dedik. 75 dərəcə. Bu 75 dərəcəni də bəri hesablamışdıq. 5 saat edir. Bu 5 saat deməli
üzərinə gəlir 12:00-nun üzərinə, edir 17:00. 17:00 və bir gün geri olur. Çünki şərqdə bir gün 10-dursa, qərb hissədə artıq yəni 180 dərəcəli meridian tarix dəyişmə xəttidir. Ondan geri olduğu üçün 9 noyabrdır. 9 noyabrda gəlib daha doğrusu 180 dərəcəli meridiandan keçəndən sonra növbəti gün tamamlanır. 16-cı suala baxırıq. Verilən məntəqələrdə hansında günəş ildə bir dəfə zenitdə olur? İldə bir dəfə zenitdə olmaq o deməkdir ki, günəş ümumiyyətlə şimal tropiki və cənub tropikinin özündə bir dəfə zenitdə olur il ərzində. Yəni beynən D-də, D bəndində. Amma onlar arasında isə ildə 2 dəfə zenitdə olur. Necə baş verir bu? Baxaq. Deməli, bu yer kürəsi, bu ekvator xətti, bu şimal tropiki, bu cənub tropiki. Günəş ekvatordan bir dəfə getdi 22 iyunda bura, bir dəfə təzədən geri qayıtdı həmin xətt üzrə. Ekvator üzərində zenitdə oldu, təzədən cənuba və təzədən yenə ekvator üzərində. Yəni gördüyünüz kimi həmin yolu gedib gəlir. Əslində günəş getmir, yer fırlananda o vəziyyət alınır. Və bunu əsasən bilirik ki, bu hissələrdə şimal və cənub tropikinin özündə günəş ildə bir dəfə zenitdə olmuş olur. Yenə də baxırıq 18-ci sualda. Yerin xəyali oxu orbit müstəvisinə 60 dərəcə meyilli olsaydı, şimal tropik xətti və cənub qütb dairəsi hansı enlikdən keçərdi? Deməli, yerin xəyali oxu orbit müstəvisinə 60 dərəcə meyilli olsaydı, nə baş verərdi? Tropiklər keçərdi 90 çıxılsın 60, deməli 30 dərəcədən keçərdi tropiklər. Qütb dairələri elə 60-ın özündən keçərdi. Necə 66.5 dərəcə meyillidir? Tropiklər 90 çıxılsın 66.5, 23.5-dən keçir. Bu dairələri isə elə 66.5-in özündən. Bu zamanda gördük ki, şimal tropiki keçəcək 30 dərəcə şimal enliyindən və cənub qütb dairəsi də keçəcək əlbəttə ki, cənub enliyindən. 30 dərəcə şimal enliyi və 60 dərəcə cənub enliyi D variantı. 19-cu suala baxırıq. Belə bir maraqlı sual var. Deyir ki, ilin bütün dövrlərində günorta şüalarının şimalda müşahidə olunduğu coğrafi enlik. Bura baxaq. Deməli, bu yer kürəsidir. Yer kürəsini təsvir eləyək. Burada bu ekvator xətti yenə. Bu şimal tropiki. Bu cənub tropiki. Deməli, bunlar arasında ümumiyyətcə bu nöqtələrdə günəş həm özündən şimalda, həm cənubda görsənə bilər, həm də öz üzərində görsənə bilər. Deməli, buradakı rəqəmlərdən heç birini seçmirik, dərəcələrdən. Şimal enliyində götürə bilərik. Çünki deyir ki, necə günəş olan şimalda müşahidə, şimal enliyi götürə bilmərik. Çünki şimalda olan məntəqələrdə, yəni 20.5-dən şimala olan hissələrdə, bu hissələrdə günəş ancaq cənubda olacaq. Əksinə bu hissələrdə isə günəş harda görsənəcək? Deməli, bu hissələrdə isə günəş şimalda görsənmiş olacaq. Yəni, 39 dərəcə cənub enliyini götürə bilərik C variantı. Çünki günəş hər zaman ondan yuxarıda qalacaq da, belə deyək, şimalda. A məntəqəsi Bakıdan 270 dərəcəli azimutda 2135 km məsafədə yerləşir. A məntəqəsi ilə Bakı arasında yerli vaxt fərqini tapın. Deməli, biz burada iki, belə deyək də, əməl yerinə yetirəcəyik. Burada. A məntəqəsi Bakıdan 270 dərəcəli azimutda. 270 dərəcəli azimut haradır? Birinci onu bilək. Deməli, biz bilirik ki, şimal, deməli, 0, 360, burada şərq 90, cənub 180, 270 də bizim qərbimizdir. Bu, deməli, bildik ki, 270 dərəcə qərbimizə düşür. Və qərb istiqaməti, yəni Bakının olduğu belə deyək, 40 dərəcəli şimal enliyi və 50 dərəcəli şərq uzunluğundan qərbə doğru, bu istiqamətdə qərbə doğru 2135 kilometr yol gedib. 2135 kilometrdə biz bölməliyik 1 dərəcəlik, 40 dərəcəlik də 1 dərəcənin uzunluğuna. Yəni, qısacada 2135-i bölürük 85.4-ə. Bərabər olur
bərabər olur 25 dərəcə. Deməli 40 dərəcəli paralel üzərində 50 dərəcə şərq uzunluğundan qərb istiqamətində 2135 kilometr, yəni 25 dərəcə qərbə doğru getmiş oluruq. Çatır 25 dərəcə şərq uzunluğuna. İndi ki, bu 25 dərəcə şərq uzunluğu ilə Bakı arasında neçə dərəcə fərq var? Daha doğrusu neçə dəqiqə fərq var? Deməli, bunlar arasında neçə dərəcə fərq var? 50 dərəcə şərq uzunluğu, bu da 25 dərəcə şərq uzunluğu. 25 dərəcə fərq var. 25 dərəcədə 1 dərəcəmiz 4 dəqiqədirsə, vururuq 4-ə. Gedir 100 dəqiqə. Çox rahat bir tapşırıq. Yer və Mars planetlərinə aid ümumi əlamətləri seçin. Bərk maddələrdən təşkil olunub. Ümumiyyətlə, Merkuri, Venera, Yer, Mars daxili planetlərdir. Bərk maddələrdən təşkil olunub. Bu doğrudur. Bərk maddələrdən təşkil olunub. Bu doğrudur. İçməli su ilə təmin olunublar. Marsda içməli su yoxdur. Yerdən başqa ümumiyyətlə heç birisində su yoxdur. Günəş ətrafında fırlanma sürəti xarici planetlərdən çoxdur. Bəli, Günəş ətrafında fırlanma sürətləri xarici planetlərdən çoxdur. Çünki Günəşə yaxın olduğu üçün Günəşin cazibə qüvvəsindədirlər. Bu doğru. Peykləri mövcuddur. Daxili planetlərin peykləri azdır. Deməli, Merkuri, Venera, Yer, Mars. Marsın da bir peyki var. Yerin də bir peyki var. Marsın 2 peyki var. Merkuri, Veneranın peyki yoxdur. Deməli, xarici planetlər qrupuna aiddirlər. Xeyr. Peykləri mövcuddur. Səthində nəhəng kraterlər aydın görsənir. Marsda kraterləri deməmişdik. Merkuridə demişdik. Nəhəng kraterlər var. Deməli, doğru cavab 1, 3, 4. Y bəndi sualın doğru cavabı olacaq. 22-ci suala baxırıq. 22-ci sualda soruşur ki, 5-ci və 9-cu saat qurşaqları arasında müvafiq olaraq ən az və ən çox neçə dərəcə fərq var? Deməli, biz bunları orta meridianı tapmalıyıq. Daha sonra isə onlar arasında ən yaxın və ən uzaq məsafəni taparıq. Deməli, necə tapırıq bunu? 5-ci saat qurşağının orta meridianı tapmağı bilirsiniz. 5 vurulsun 15. Deməli, bu olur 75 dərəcə şərq uzunluğu. 9 saat qurşağı 9 vurulsun 15. Bu da eləyir 135 eləməlidir. 135 dərəcə şərq uzunluğu. Deməli, 5-ci saat qurşağının orta meridianı 75 dərəcə şərq uzunluğu. 9 saat qurşağı isə dedik ki, 135 dərəcə şərq uzunluğu. İndi bunlar arasında ən uzaq və ən qısa məsafəni tapmaq üçün, daha doğrusu dərəcə fərqini tapmaq üçün bunların deməli kənar meridianlarını da tapmaq lazımdır. Necə tapırıq onu? Bir də təzədən yazaq. Deməli, bu olsun 75 dərəcəlik şərq uzunluğu, bu da 135 dərəcəlik şərq uzunluğu. İstənilən saat qurşağının kənar meridianlarını tapmaq üçün üzərinə 7,5 gəlib və çıxırdıq. Deməli, bunun kənarı və şərqi və qərbi, yəni 75 üstə 7,5, 82,5 şərq hissəsi, 75-dən də deməli 7,5 çıxanda 68,5 də bunun qərb hissəsi. Eyni zamanda bunda da həmin təkrarlayırıq. Deməli, şərq sərhəddi 142, bura 142,5, bura isə 128,5. İndi bunlar arasında baxanda da görsənir ki, yaxın məsafə 75-in şərqi ilə 135-in qərbidir, buradır. Uzaq məsafə isə 75-in qərbi ilə 135-in şərqi arasındadır. İndi biz bunları tapmalıyıq ki, hansıdır? Deməli, 75-in yaxın məsafəni deyək. 75-in qərbi, daha doğrusu şərqi eləyir 82,5, 82,5 və 135-in 82,5, 135-in qərbi isə eləyir 128,5. Birinci bunun fərqi tapırıq. Deməli, 5-dən 5, 0, 8-dən 2, 6, 46. Deməli, 46, 5-dən 5, 8-dən 2, 6, 40. Deməli 75 dərəcənin qərb hissəsi ilə
135 dərəcənin şərq hissəsi ən çox olan məsafədir. 75 dərəcə şərq uzunluğunun şərq hissəsindən 135-in qərb hissəsi isə ən qısa məsafə olur. Yəni fərqi tapırıq buradan. Afrika materiki aşağıdakılardan hansı ilə kəsişir? Deməli, şimal tropik kəsir. Qütb dairəsi kəsmir, xeyr. 180 dərəcəli meridian kəsmir. Cənub qütb dairəsi kəsmir. Cənub tropik kəsir, ekvator kəsir. Deməli, ekvator Afrika materiki tropiklər arasında geniş yer tutur. Həm şimal tropiki, həm cənub tropiki, həm də ekvator xətti kəsmiş olur. Deməli, tropik xəttlərinə günəş şüalarının maksimum və minimum düşmə bucaqlarının fərqini tapın. 24-cü sual. Deməli, tropik xəttlərinə günəş şüalarının maksimum və minimum düşmə bucağı. Ümumiyyətcə, tropik xəttin özü isə tropiklər arasında da maksimum düşmə bucağı neçə olur? Deməli, 90 dərəcə. Çünki zenitdə ola bilir orada. 90 dərəcə zenitdə olur. Deyir ki, minimum düşmə bucağı bəs necə olacaq? Minimum 90 dərəcə çıxılsın 23.5, bir də çıxılsın 23.5. Yəni bu enlikdir. Şimal tropik enliyi. Bu da günəşin zenitdə olduğu cənub enliyi. Bu da eləyəcək 90-dan çıxanda 23.5-i və bir də 23.5-i. Bu da eləyəcək 43 dərəcə. Bunu tapdıq, 43 dərəcə olduğunu tapdıq. Amma bizə deyir ki, maksimum və minimum. Maksimum 90-dır, minimumda tapdıq ki 43 dərəcə. Deyirik ki, maksimum minimum fərqi 47 dərəcə olduğunu tapırıq. Qütb ulduzunun 50 dərəcə göründüyü məntəqəyə aid olmayan xüsusiyyətlər. Qütb ulduzu 50 dərəcə harada görünəcək? Əlbəttə ki, 50 dərəcə şimal enliyində görsənəcək. Deməli, 50 dərəcə şimal enliyi üçün, 50 dərəcə şimal enliyi üçün deməli, 50 dərəcə şimal enliyi üçün aid olmayanlar. Birinci oxuyaq. Ekvatordan olan məsafəsi 4440 kilometrdir. Xeyr, 4400-ü biz 111-ə bölsək görərik 40 dərəcəli məsafəsi var. Bu da 40 dərəcəli paralel aid 50-yə yox. Deməli, birincisini çıxırıq. Xətt çəkilir üstündən. Yaz gecə gündüz bərabərliyi günəş şüaları 40 dərəcə bucaq altında düşər. Əlbəttə, ekvatora 90 dərəcə çıxırsa, 90 dərəcə düşürsə, 90 ilə 50 arasında 40 dərəcə fərq var. Deməli, 40 dərəcə bucaq altına düşər də, 40 dərəcə uzaqdadır ondan. Bu doğrudur. Mülayim işıqlanma qurşağında yerləşir. Bəli, tropiklərin qütb dairəsi arası dedik ki, mülayim işıqlanma qurşağıdır demişdik. Bunu da çıxırıq. Məntəqələrin yerləşdiyi paralel 3 materikdən keçir. Yəni 50 dərəcəyə paralel 3 materik hansı ola bilər? Şimali Amerika olacaq, Avrasiya olacaq. O digər materik hansıdır? Yoxdur. Ümumiyyətlə şimalda 2 dənə materik var da. Şimali Amerika və Avrasiya materiki. Bu da səhvdir. Bunu da üstünə xətt çəkirik. Qütbdən olan məsafəsi 4440 kilometrdir. Bəli, qütb dairəsi 90 dərəcəli idi. Burada arasında 40 dərəcə məsafə var. 40-ı da vururuq yenə 1 dərəcəli meridian qövsünün uzunluğu 4440 kilometr. Günəş ildə bir dəfə zenitdə olur. Xeyr, burada zenitdə günəş nə gəzir? Burada zenitdə olsun. Deməli, hansı oldu doğru cavabımız? Yaz gecənin gündüz bərabərliyi günəş şüaları 40 dərəcə bucaq altında düşür və qütbdən olan məsafəsi 4440 kilometrdir. 2 ilə 5. Bizdən burada aid olmayanı soruşurdu. Olmayan deyirsə biz 2-yi 5-ə aid elədik. Qaldı 1, 4, 6 aid deyil. 2, 5 aiddir. Avstraliya hansı işıqlanma qurşaqlarında yerləşir? Avstraliya bilirik ki, cənub yarımkürəsində, cənub və şərq yarımkürəsində yerləşən materikdir və onun şimal-cənub tropik xətti kəsir. Tropik xətti kəsirsə 2 işıqlanma qurşağında yerləşir. Bu bir deməli tropik işıqlanma qurşağı, bir də cənub mülayim işıqlanma qurşağı olacaq. 1, 5. Deməli, uyğunluğu müəyyən edirik. Altın saat qurşağının orta meridianını tapmalıyıq. Sonra 20-ci və sonra 10-cu. Altın saat qurşağının orta meridianı eləyir 6 dənə 15. 90 dərəcə şərq uzunluq. Deməli, 90 dərəcə plus 7,5 və çıxılsın 7,5. Bu aralıqda yerləşənlər aid olur 6-cı saat qurşağına. Deməli, buradan da
97.5 ilə 97.5 ilə o bu digəri 90-dan 7.5 çıxanda neçə qalır? Deməli 1-ə y ilə f, 2-yə d, yəni 60 dərəcə qərb uzunluğundan 7.5 gəlir, yenə 7.5 çıxırıq, d orada yerləşəcək və 10-cu saat kuşağı da 10 da vurursan 15, 150 dərəcə şərq uzunluğu, 150 üstünə gəl 7.5, 150 çıxsın 7.5. Ona da uyğun gələcək hansı? Deməli 155 yox 150, bu C bəndi. Bu da C. Bu qədər.